bizim qonağımızı təqdim edim. Qanun mühasibatlıq xidmətləri, Şəki Aqro Suvarma Sistemləri, Hanoğlu Baklava Lokum şirkətlərinin rəhbəri Xanoğlan bəy Ramazanovda. Xoş gəlmisiniz. İlk öncə ilə sizi tanıyaq deyə. Mənlə bağlı və YouTube-da yazsalar dinləyicilərimiz çıxar. Bir əldə 2 qarpız, 3 qarpız tutmaq məsələsi var ki, bəs hətta mənim şəklimi qoyublar, belə 3-4 dənə də əl sarıblar. Sonra hər ələdə bir qarpız qoyublar ki, bəs bir əldə bir neçə qarpızı necə tuta bilirsiniz? Adım Xanoğlandır, soyadım Ramazanov. Artıq 15 ildir ki, mən biznes sferasındayam. Ona görə düşünürəm ki, bu gün biznesin nəbzini necə lazımdır tuta biləcəyik. İnşallah. Bəli, əsas işimiz maliyyə mühasibatlıqdır. Qanun mühasibatlıq xidmətləri olaraq bizim müştərilərimizə A-dan Z-yə bütün mühasibatlıq xidmətlərini göstəririk. Deməli, bir biznes varsa, bu biznesin təməl əsas sütunlarından biri, belə deyək, mühasibatlıqdır, maliyyədir, mühasibatlıqdır. Yəni sahibkarlar, dostlarımız hər dəfə görüşəndə deyirik ki, bura mütləq şəkildə çox önəm verməlidirlər. Hazırda sahibkarların ən çox buraxdığı mühasibatlıq səhvləri nələrdir? Bilirsiniz, mühasibatlığa bəzən sahibkarlar çox önəm vermirlər. Niyə önəm vermirlər? Yəni bir sahibkar düşüncəsi var ki, harasa pul qoyuramsa pul götürüm, bir xərc çəkirəmsə onun qarşılığında bir gəlir əldə edeyim. Marketinqdir, mühasibatlıqdır. Bu sahələr yəni ilk baxışdan gəlir gətirilmir kimi düşünür də ki, yəni mən mühasibə pul verirəm, bu mənə pul gətirmir axı. Amma ki siz sahibkarlarınız hər zaman mühasibatlığa sonda önəm verirlər. Məsələn, bir şirkət qurmaq istəyir, düşünür ki, deyir, şirkətdir, açım, alacam, satacam, bu qədər qazanacam, kalkulyatorda vurub çıxıb qazanca çıxmaq çox rahatdır axı. Sonda deyir, bir yerə çatandan sonra baxır ki, mən mühasibatlıqda lazımdır axı, hesabat verməliyəm, neyniyim? Axtarır kimsə mühasibat. Amma bunun yolu belə olmamalıdır. Mühasibatlıq şirkət qurulmadan mühasibatlıqdır, hüquqdur. Əmin ola bilərsiniz ki, sağlam bir mühasibatlıq bir şirkətə ən yaxşı qazanc gətirən sektorlardan belə daha çox qazanc gətirə bilər. Həmçinin də ən çox itər bu sektorlara qabaqcadan müraciət eləmək lazımdır ki, mən bir şirkət qururam, hansı vergi mükəlləfiyyəti ilə işləyim, mühasibatlıq uçotumu necə qurum, maliyyə uçotumu necə qurum ki, mən gələcəkdə itki ilə üzləşməyim, hətta daha çox qazana bilim. Yəni, adicə bir vergi mükəlləfiyyətini düzgün seçməklə siz il ərzində ən azı 5 min, 10 min arası heç nədən durduq yerdə pul qazana bilərsiniz. Amma düzgün seçməməklə onu itirə bilərsiniz. İtirə, hətta mən deyərdim daha çox itirmək. Mən minimumdan danışıram. Mən bilirəm ki, orada böyük sanksiyalar var. Orada əlbəttə ki, 100 minlər, hətta milyonlardan söhbət gedir. Yəni biz milyonlarla vergisini azaltdığımız, sildirdiyimiz müştərilərimiz olub. Mən minimumdan gedir. Çünki hal-hazırda ümumi sahibkarlıq sektorunun çox böyük bir hissəsini, bəlkə də 80-90%-nə yaxını mikro sahibkarlıq subyektləri əhatə edir. Xırda mağazalar, belə deyək, yaşayış obyektləri. Bəli, mikro sahibkarlıq subyektləri əhatə edir. Ona görə mən hər kəsə ümumi müraciət edeyim deyə mikronu nəzərdə tutaram. Daha çox böyük rəqəm nəzərdə tuturam. Yəni düzgün mühasibatlıq seçməklə qazana bilərsiniz, seçməməklə də itirə bilərsiniz. Ona görə mühasibatlıq həqiqətən şirkətin əsas sütunu olmaqla yanaşı sahibkarlarımızın mütləq şəkildə çox önəm verməli bir sahədir deyə bilərik.